Müəllimlərin işə qəbulu və sertifikasiyasında qiymətləndirmə mövzusu ilə bağlı olan bir əsas məqamı qeyd edəcəm sizə. Bu kəmiyyət və keyfiyyət fərqidir. Əziz müəllimlər, cümlə daxilində kəmiyyət və keyfiyyət sözünə görə sizi çaşdıra bilərlər. Kəmiyyət fərqi deyəndə, kəmiyyət nə zaman baş verir? Şagirdin nailiyyəti qiymətləndirilən zaman. Şagirdin nailiyyəti nə zaman qiymətləndirilir? Summativ qiymətləndirmədə, düzdürmü? Demək, summativ qiymətləndirmə kəmiyyəti ölçəcək deyə biz kəmiyyətlə bağlı olan göstəricini summativə aid edirik. Məsələn, orada qeyd olunur ki, şagirdin göstəricisi kəmiyyət üzrə yoxlanılır. Bu cür formada qeyd edə bilər və yaxud da müxtəlif cümlələrdə. Burada kəmiyyət görsəm, summativi qeyd edin. Keyfiyyət sözünü görsəm, formativi qeyd edəcəm. Niyə? Çünki formativ qiymətləndirmə şagirdi gündəlik olaraq formalaşdırır və təlim prosesində həyata keçirilir. Bu da o deməkdir ki, şagirdin keyfiyyəti artır. Təlim prosesindəki keyfiyyət artacaq, şagirdin keyfiyyəti artacaqsa, bu formativ qiymətləndirməyə aiddir. Yəni, təlim prosesində nailiyyətin keyfiyyət göstəricisi desə, summativ. Amma təlim prosesində keyfiyyət göstəricisi görsəniz, bu artıq formativ qiymətləndirməyə aid olacaq. Dinlədiyiniz üçün təşəkkür edirəm.